Bugün məzunlar üçün keçirilmiş buraxılış imtahanına düşən listening suallarına baxırıq. PDF-dən də gördüyünüz kimi Dim artıq imtahanda istifadə olunan test tapşırıqlarının izahını paylaşıb. PDF-i əldə etmək üçün bu videonun şərh bölümündəki linkə daxil olub oradan yükləyə bilərsiniz. Eyni zamanda digər fənlər də var. Onların da izahlarına baxa bilərsiniz. Mənim izah etmədiyim bir dənə listening sualları qalmışdı. Listening mətnimiz bu şəkildə olub. Ümumilikdə mətnimiz İndoneziyada keçirilən Bali İncəsənət Festivalı barəsindədir. Bali Arts Festival və festivalın məqsədi İndoneziyanın mədəniyyətini təmsil etməkdir. İndi baxırıq suallara. Burada yanlış fikri soruşurdu. The artists in the festival show their works and talents. Təbii ki, festivaldan söhbət gedirsə, orada bir rəssamlar öz işlərini, talantlarını, istedadlarını göstərilir. Bu fikir doğrudur. The artists in the festival come not only from Bali but also from different countries. Təbii ki, festivaldsa ora təkcə Balidən deyil, dünyanın 4 bir yanından insanlar gəlir, rəssamlar gəlir. Bu da doğrudur. Bizdən yanlış soruşur. The aim of the Bali Arts Festival is to protect Indian culture. Hindistan mədəniyyətini qorumaq deyil. Baxın, Hindistan burada düzdür deyir, Çindən və Hindistandan adamlar gəlir. Amma Hindistan mədəniyyətindən yox, söhbət İndoneziya mədəniyyətindən gedir. Ona görə doğru cavabımız C bəndi olacaq. Bizdən yanlışı istəyir. Sonra, the Balinese are fond of ballet. Təbii ki, rəqsi, musiqini, teatrı xoşlayırlar. Bu da doğrudur. Təbii ki, əgər söhbət festivaldan gedirsə və orada rəssamlar öz işlərini nümayiş etdirirlərsə, yarışlar da keçirilir demək ki. Bu da doğrudur. Yəni, doğru fikirdir. Yanlışı soruşduğu üçün doğru cavabımız olur C variantı. Sonra gəldik ikinci suala. Mətn əsasən təbii ki, bu festival barəsindədir. Bali rəsmlərinin zənginliyi deyil, sırf rəsmlərdən söhbət getmir. Bəli, Bali kiçik bir adasında, Bali adasından söhbət gedir. Bali adasında keçirilən, qeyd olunan bir event, deyək, hadisə barəsində, celebration. Hansı ki, celebration nədir? Festivaldır. Doğru cavabımız B bəndidir. Performer şəxs deməkdir, yəni rəqqas deməkdir. Ənənəvi rəqsə məşğul olan rəqqaslar. Bu yanlışdır, şəxslərdən söhbət getmir. İndoneziyada yerləşən adalar qrupu. Bu da yanlışdır, sırf adadan söhbət getməyib, adada keçirilən festivaldan söhbət gedir. Həm də adalar qrupu olduğu yazılmayıb burada. Ada yazılıb. The History of Indonesian Culture. İndoneziya mədəniyyətinin tarixi, tarixdən də bəhs olunmuyor. Doğru cavabımız oldu B variantı. Sonra, Bali İncəsənət Festivalı dünyanın müxtəlif yerlərində keçirilmir. Çünki bu sırf Baliyə, Balinizdir burada. Baxın, Baliniz nədir? Balinin yerli əhalisi, yerli əhalisinə məxsus olan bir festivaldır. Ona görə müxtəlif yerlərində keçirilmir. Is about tourist destination. Çində yox, İndoneziyada olan turist məkanlarıdır. B-ni çıxdıq. İyulun ortasına kimi keçirilir? Bu fikir doğrudur. Burada mətndə qeyd olunur. From middle of June to middle of July. Doğru cavabımız oldu C variantı. Sonra, is the festival for the artists who sell their paintings. Öz rəsmlərini satan rəssamlar üçün keçirilən bir festivaldır. Sırf rəssamlı yox, ümumiyyətlə mədəniyyət festivalıdır. İncəsənət Arts Festival. Ümumiyyətlə İncəsənət festivalıdır. İkincidəki o sırf belə deyək də, şəkillərini satmaq məqsədi daşımır. Mədəniyyəti təmsil etmək məqsədi daşıyır. Begins with literature competition. Begins with sualı bu açıq sualda var. Literature competition deyil bu. Baxın, burada nə yazılıb? The festival starts with the famous opening parade. Paradla başlayır, qeyd olunur. Deməli, bu fikirdə yanlışdır. Sonra, 4-də. What does the Bali Arts Festival start with? Elə həmin sualdır. 3-cü sualın cavabıdır. Deməli, burada son bənd ki var idi. Begins with literature competition. Bu yanlışdır. Doğru cavabımız belə olacaq. The famous opening parade. Paradla başlayır. Burada dimdə qeyd edib bunu. Doğru cavab kimi. Sonra, bu cümlədə mətndə var. Many towns are decorated with traditional bamboo and coconut decorations. Deyir ki, şəhərlər ənənəvi bambuq və kakos bəzəkləri ilə bəzədilir.
Baxın, to celebrate this festival. Festivalı qeyd etmək üçün. Doğru cavabımız belə olacaq. Baxın, to celebrate this festival. Belə. Sonra 6-cı sualda values sözünü təsvir edən sifət soruşulur. Deməli, mətndə var idi bu söz, cultural sözü idi. Deməli, baxın burada. Doğru cavabımız olacaq 6-cı sualda cultural. Belə suallarla bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.